Salam hörmətli izləyicilər. Bilirsiniz ki, mən bir müddət kanalımıza yeni video həllər ata bilmədim. Buna səbəb olaraq Facebook riyaziyyat test həlləri qrupunda bir neçə həftədir ki, orada texnikat test toplusunun ulduzlu suallarının həllərinə qrup üzvləri ilə bircə baxırdım. İndi isə mən bilirsiniz ki, bundan öncə Respublika Fən Olimpiyadaları suallarından 11-ci siniflər üçün nəzərdə tutulmuş, yəni riyaziyyat olimpiada suallarının həllərini izahını verdim ki, qarşıdan gələn olimpiyada suallarında bizim şagirdlərimiz bu həlləri görsün, dəyərləndirsin və daha da yüksək nəticə əldə etsinlər niyyəti ilə o həlləri verdik. İndi isə qarşıdan 9-cu siniflər üçün imtahan gəldiyini bilirik. Və onlar üçün hazırlanan bu kitabda deməli, həllərə baxacağıq ki, bu həllərin də inşallah 9-cu sinif uşaqları üçün yararlı olduğunu güman edirəm. Biz modul 1-dən başlayacağıq. İnşallah imtahana qədər çalışacağım ki, daha çox testlərin həllərinə ardıcıl olaraq baxaq. Deməli, birinci testimiz belədir. Deməli, biz burada sadə testlərin üzərində mümkün qədər çox dayanmayacağıq. Birinci testimiz belədir. 6, 3, 7, 0, 5 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə 5-ə qalıqsız bölünən ən kiçik ədədi yazın. Burada diqqət eləsək, ən kiçik ədəd alması üçün təbii ki, qarşıda 0 gələ bilməz. 0-dan sonra daha kiçik rəqəm 3-dür. Deməli, 3 yazmalıyıq. 3-dən sonra təbii ki, daha kiçik ədəd etməsi üçün 0 yazmalıyıq. O halda ki, bu ədəd 5-ə bölünməlidir. 5-ə bölünməli əlamətinə görə də ədədin sonuncu rəqəmi ya 0 ya da 5 ilə qurtarmalıdır. Bizə verilən rəqəmlər içərisində 0 və 5 olduğundan biz deməli 0-ı bura qoymağımızda problem olmaz. Çünki sonuncu rəqəm olaraq biz 5-i saxlayacağıq. Bizim 2 rəqəmimiz var. Bunlardan 5-i axırıncı rəqəm olaraq saxlayacağıq ki, 5-ə bölünsün. 0 isə ikinci yerə qoyuruq ki, daha kiçik qiymət alsın. Və 3, 0, 5 sonuncu rəqəm olaraq bizə lazımdır ki, 5-ə bölünsün, istifadə edə bilmərik. Deməli, 3, 0 getdi. Sonra daha kiçik rəqəm alması üçün 6 qoymalıyıq, sonra 7 qoymalıyıq və sonda 5-ə bölünməsi üçün 5 qoymalıyıq. Digər sualımıza diqqət edək. Deməli, ikinci sualımız. Burada verilən ifadələri deyir, hesablayın. Hesablama zamanı biz bilirik ki, öncə bölmə əməlini yerinə yetirməliyik, sonra isə çıxma əməlini yerinə yetirəcəyik. Burada çox üzərində dayanmayaq. Bəllidir ki, bu ədədlər bir-birinə bölüb, sonra isə çıxmışıq, alınan nəticəni yazmışıq. B variantında yenə də bölmə əməli yerinə yetiriləcək, sonra isə 31,4-dən bölmə zamanı alınan nəticəni çıxıb yazacağıq. C bəndində yenə də bu orta hissədə vurma əməli, sonra yenə də uyğun şəkildə biz sadələşmə aparacağıq. Üçüncü sualımıza baxırıq. Üçüncü sualımız belədir. Kostyumun qiyməti, yəni kostyumun qiyməti 180 manat idi. Onun qiymətini əvvəlcə 20% artırdılar. Cümlə burada bitdi. 20% artırdılar. Sonra isə 25% azaltdılar. Kostyumun qiyməti neçə manat oldu? Əvvəlcə 180 manat idi. Təbii ki, əvvəlki qiymət 100%li qiymət idi. 20% artandan sonra təbii ki, bu olur 120%. Demək, 180 100% isə 120% x-dir. Buradan x bəllidir ki, 180 vurur 120 bölü 100 olar. Burada ixtisarları nəzərə alsaq və 12-ni 18-ə vursaq 216 alınar. Demək, kostyumun qiyməti 20% artandan sonra 216 olur. Onda bu yeni bir qiymətdir. Yeni qiymət 100% olarsa, 20% artandan sonra ilkin qiymət 216-dır. 216 100% olarsa, 25% azaldığı zaman təbii ki 75% qalar. 75% y-dir. Buradan yenə də çarpaz vurub bölüb sadələşdirdiyimiz zaman 162 alındığı görünür. Deməli, kostyumun qiyməti yekun olaraq 162 manat olacaq.
Digər sualımıza baxaq. Deməli, burada belə bir sual var. Həsən və Cəmil eyni nöqtədən hərəkətə başladılar. Bunların hər ikisinin hərəkətə başladığı nöqtə eynidir. Həsən 6 metr şərqə, 6 metr şimala getdi. Cəmil 6 metr qərbə, 10 metr cənuba getdi. Dostlar arasındakı məsafəni tapın. Burada aydındır ki, biz koordinat oxu qurduğumuz zaman deməli, şərq x oxunun müsbət istiqaməti, qərb x oxunun mənfi istiqaməti, şimal yuxarı y oxunun müsbət istiqaməti, cənub y oxunun mənfi istiqaməti olar. Biz bunu koordinat oxu olaraq da nəzərdə tuta bilərik və yaxud ümumi olaraq da yaza bilərik. Biz koordinat oxu üzərində baxaq. Deməli, belə deyək, həmin nöqtəni koordinat başlanğıcı olaraq götürək. Deməli, 0,0 nöqtəsi bura. Deməli, 6 metr Həsən 6 metr şərqə, 6 metr şimala gedirsə, deməli, burada onlar üçün nöqtə H-ına işarə elədik, 6 nöqtəsi olar. Digər tərəfdən Cəmil deməli 6 metr qərbə, deməli x oxunun mənfi istiqaməti mənfi 6 olacaq və 10 metr cənuba y oxunun mənfi istiqaməti mənfi 10 olacaq. Bunu da C nöqtəsi ilə qeyd eləsək, mənfi 6, mənfi 10 olar. Sonra bizə deyir, dostlar arasındakı məsafəni tap. Dostlar arasındakı məsafə bilirik ki, iki nöqtə arasındakı məsafədir. İki nöqtə arasında məsafə düsturu x1, yəni nöqtələrin biri deyək ki, A, x1, x2, B, x2, A, x1, y1, B, x2, y2 verilərsə, uyğun koordinatlar fərqinin kvadratlar cəmindən kök alsaq, bu nöqtələr arasında məsafəni taparıq. Burada həmin koordinatları biz yazmışıq və bu koordinatlara nəzərən iki nöqtə arasındakı məsafəni, yəni bu iki nöqtə dediyimiz hal Həsən və Cəmil arasındakı məsafəni tapa bilərik. Deməli, onda belə olacaq. Mənfi 6 çıx 6-nın kvadratı plus mənfi 10 çıx 6-nın kvadratı. Aydın ki, 12-nin kvadratı plus 16-nın kvadratı 400, buradan da 20 çıxar. Digər tərəfdən biz burada şəkilə diqqət etsək, H nöqtəsindən bu uzantını artırsaq, aydın ki, buradan x-ə qədər 6-dır və x-dən aşağı C nöqtəsinə qədər də 10-dur. Onda burada belə bir düz bucaq, düz bucaq yaranır ki, onun kateti 10-dur. Digər kateti bu hissə mənfi 6, bu hissə 6, yəni ümumi olaraq 6, 6, 12 eləyər. Deməli, burada düz bucaq, düz bucaq yaranır. Düz bucaqlı üçgənin hipotenuzu dostlar arasındakı məsafədir. Katetlərə diqqət edəsək, 12 və 16 olacaq. Olan hər birini 4-ə ixtisar aparsaq, 12-ni 4-ə böldükdə 3, 16-nı 4-ə böldükdə 4 eləyər. Bu da Pifaqor ədədləri olar. 3, 4, 5. Deməli, bu hissə 5 olar. Onu da təzədən 4-ə vurduğumuz zaman 20-dir. Yəni, biz bunu düz bucaqlı üçbucaq şəklində də tapa bilərik. Digər sualımıza baxırıq. 5-ci sualımız belədir. Deməli, 5-ci sual. Bu səhifə üçün axırıncı sualdır. Bir kağız stəkanın hündürlüyü 12,5 cm. Kağız stəkanlar şəkildə göstərildiyi kimi iç-içə elə qoyulmuşdur ki, hər stəkana görə hündürlük 1,5 cm artır. Bəli, şəkildə tam aydın şəkildə görünür. Bir stəkanın ümumi hündürlüyü 12,5 cm-dir. İç-içə qoyulmuş stəkanlar arasındakı məsafələr bərabərdir və hər birinin hündürlüyü 1,5 cm-dir. Burada iki variant verir və hər varianta görə biz həll aparmalıyıq. A variantına baxırıq. 16 stəkan iç-içə bu cür qoyularsa, ümumi hündürlük nə qədər olar? Cavabımızı verilmiş ədədlər arasından müəyyən edin. Aşağıda cavablar verir. Biz cavab tapıb qeyd edəcəyik. Deməli, 16 stəkan bir-birinin içərisinə qoyulubsa, bu stəkanlardan biri tam şəkildə görünür. Görünən stəkan, yəni tam şəkildə göründüyü üçün onun hündürlüyü 12,5 olacaq. Digər yerdə qalan 15 stəkanı isə bir-birinin içərisindədir və onlar arasındakı məsafə 1,5 olduğundan bu ümumi məsafəni tapmaq üçün təbii ki 1,5-ləri toplamalıyıq. Bu 1,5
Bu 1.5 məsafələri toplamaq üçün isə burada 15 stəkan olduğundan 1.5-i 15-ə vurmalıyıq. Ümumi onlar arasındakı məsafəni tapmaq üçün 15 stəkan arasındakı məsafəni 15-i 1.5-ə vurduqda 22,5 eləyir və tam görünən stəkanın da hündürlüyünü nəzərə alsaq 23,5-in də üzərinə 12,5 gəldikdə 35 cm edir. Yəni cavab 35 cm olur. B variantına baxırıq. İç-içə qoyulmuş stəkanların hündürlüyü 29 cm bərabərdir. Uyğun tənlik yazıb həll etməklə neçə stəkan iç-içə qoyulduğunu tapın. Biz birinci A variantında diqqət edək. Deməli, burada bizə ümumi nəticəni istəyir. Burada isə stəkanın hündürlüyünü verib. Biz digər misalda deyək, stəkanın ümumi iç-içə qoyulmuş stəkanların hündürlüyünü tapdıq. B variantında isə stəkanların ümumi hündürlüyü verilib, iç-içə qoyulan stəkanların hündürlüyü verilib. Burada neçə stəkan olduğunu tap deyir. Deməli, birinci stəkanın hündürlüyü 13,5-dir. Digər iç-içə qoyulan stəkanların hər birinin məsafəsi 1.5 olduğundan və digər stəkan, ümumi stəkanların da sayını biz bilmirik. O stəkanlardan birinin artıq hündürlüyünü yazmışıqsa, tutaq ki, belə deyək, 10 stəkan varsa, birini yazmışıq, yerdə qaldı 9-u. Yəni, belə deyək, burada bizim yazdığımız x stəkan tapdığımız zaman, məsələn, x-i biz 7 tapmışıqsa, əslində ümumi stəkan sayı 8-dir. Niyə? Stəkan birinin hündürlüyünü burada yazmışıq. Aha, deməli, birinci stəkan hündürlüyü 12,5 yazdıq. Digər stəkanlar arasında məsələn 1.5 olduğundan 12,5 plus 1.5 vur 2. O zaman biz stəkanlar arasındakı məsafənin ümumi hündürlüyünü tapırıq və birinci görünən stəkanın hündürlüyünə topladığımız zaman ümumi hündürlüyü tapırıq. Ümumi hündürlük də bizə 29 verilir. Hər tərəfi 10-a vursa 125 plus 15 kız və belə 290. Buradan 15 kız 165. X də 11 edir. Yenə deyirəm, x 11 tapmışıqsa, deməli 11 stəkan iç-içə qoyulub. Bir stəkan isə ümumi hündürlüyü bəllidir. Bir stəkan isə bu görünən stəkandır. Onda belə olur. 11 stəkan odur ki, aralarındakı məsafə 1.5 olan 11 stəkan var. Bir stəkan isə ümumi uzunluğu hündürlüyü görünən 13,5 stəkan. Üzr istəyirəm. Ümumi uzunluğu 12,5 cm olan görünən stəkandır ki, toplam stəkan sayı 12 stəkan olur. Biz digər sualların həllini ən qısa zamanda verəcəyik və çalışacağım ki, imtahana qədər daha çox testlərin izahına baxın. Sağ olun. Sizdən xahişim abunə olmağı unutmayaq. Nə qədər çox abunə varıqsa, video həllərin önə çıxmasına səbəb olmuş olarsınız və daha çox adamın, daha çox şagirdlərin, daha çox ehtiyacı olan şagirdlərin baxmasına səbəb olmuş olarsınız. Sağ olun.